Təzə pomidoru heç bu qədər sevmirəm. Heç nə demirəm. Qızarmış çörək krem pendirlə sınıyım. İtalyanlar demiş pomodoro resepti sotolio. Əslində vətəni Puglia, Siciliyada günəşdə qurutsalar da mən dehidratorda elədim. Roma və ya San Marzano sort pomidorlarını yuyub 2 yerə bölürəm. Dehidratorun qəfəsinə yerləşdirib pomidor suyunu daha tez xaricə transfer eləsin deyə bolluca duz səpirəm. 65 dərəcədə 18 saat quruduram. Tamam quruduğuna əmin olandan sonra qaynar suya təbii alma sirkəsi əlavə eləyib pomidorları 1-2 dəqiqədə bu məhlulda saxlayıram. Bu həm bakteriyalardan mühafizə, həm də pomidorun artıq duzunu almaq üçündür. Biraz da pomidoru yumşaldır ki, yağda daha ləzzətli olsun. Zeytun yağını ilıqlaşdırıb istiot qarışımları, sarımsağı əvvəl yağa qatıram ki, aromatını daha çox versin. Pasterizə elədiyim şüşə qablara pomidor qurusunu yığıb üstündən yağ əlavə eləyirəm. Üzərindən qaşıqla bastırıram ki, arada qalan hava qabarcıqları çıxsın. Öz fantaziyama görə 3 çeşid. Razmarin zeytunlu, sarımsaq oreganolu və çili qurusu ilə elədim. Salat, buterbrod, pasta, hətta pizzalarda istifadə edə bilərsiniz. Bəs siz mətbəxinizdə yer verirsiniz pomidorunlu versiyasına?